Bir sujetimiz var, onu təqdim edəm. Son illər dünyada olduğu kimi Azərbaycanda da uşaqlarda piylənmə halları artır. Və bu problem təkcə estetik məsələ deyil. Gələcək nəsillərin sağlamlığı üçün ciddi təhlükədir. Piylənmə uşaq orqanizmində bir sıra xroniki xəstəliklərin təməlini qoyur və psixoloji təsirlərə də yol açır. Qidalanma vərdişlərinin dəyişməsi, sürətlə yayılan fast food mədəniyyəti və şəkərli içkilərin geniş istifadəsi uşaqlarda piylənməyə səbəb olur. Burada genetik faktorun da rolu var. Lakin mütəxəssislər hesab edir ki, ailə mühiti və həyat tərzi piylənmənin qarşısının alınmasında daha təsirlidir. Əgər valideynlər sağlam qidalanmaya və hərəkətli həyat tərzinə önəm verirsə, bu uşaqlara da ötürülür. Piylənmənin səbəbi iki növ ola bilər. O hormonal ola bilər və digər səbəb az hərəkətli həyat növü. İndiki uşaqlar daha çox gadgetlərə baxırlar, kompüter arxasında oyunlar oynayırlar və ya ola bilər dərsləri o kompüter arxasında eləyirlər və əvvəlki yəni aktiv oyunlar, o çıxırdılar uşaqlar bir yerdə fərqli aktiv oyunlar oynayırdılar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda dünyada 5-19 yaş arası təxminən 390 milyon uşaq artıq çəki və ya piylənmə problemi ilə üzləşir. Piylənmə yalnız çəki artımı deyil, həm də bir sıra xəstəliklərin başlanğıcıdır. Yediyi yeməyin miqdarını bilmirlər, dadın hiss etmirlər, avtomatik yemiş olurlar və bununla daha çox miqdar olaraq yeyirlər, həm mədəni genişləndirirlər, həm daha çox kalori alırlar. Digər tərəfdən çoxlu uşaqlardan indi o hazır qidalar, paketlənmiş qidalardan yeyirlər. Ümumdünya statistikalara baxsalar, Amerikada hər üçüncü uşaq təxminən 30-35% uşaqlarda bu piylənmə qeyd olunur. Qardaş Türkiyədə təxmini 25% uşaqlarda artıq piylənmə qeyd olunur. Piylənmə gələcəkdə həm şəkərli diabet, həm hipertoniya xəstəliklərinə yol açmış olur. Bəli, bizdə ənənə nədir o? Nənələr daha çox sevir. Uşaq tompuş olsun, daha sağlam olacaq və s. Amma o yanlış bir düşüncədir. Bu sahədə dünyanın müxtəlif ölkələrində uğurlu nümunələr mövcuddur. Məsələn, Yaponiya və Finlandiyada məktəblərdə gündəlik idman fəaliyyəti məcburidir və buradakı uşaqlarda piylənmə faizi ən aşağı səviyyədədir. Danimarkada isə balacalara erkən yaşlardan sağlam yeməklər hazırlamaq öyrədilir. Bu da onlarda düzgün qidalanma vərdişlərinin formalaşmasına kömək edir. Nərmin Səfərli, Fərid Məmmədov.